Ağsuda güclü sel ekskavatora aşırıb, hadisə rayonun Kalva kəndində qeydə alınıb. Yol təmir işləri ilə məşğul olan işçilər güclü yağışdan qorunmaq üçün ekskavatorda oturublar. Çaya gələn güclü sel ekskavatora aşırıb. Ekskavatorda olan 4 nəfərdən biri 1982-ci il təvəllüdlü Pərviz Ayətullayev hadisə yerində həyatını itirib. Onun yol təmir tikinti işləri aparan şirkətin ərazidə sahə rəisi olduğu bildirilir. Digər 3 nəfər Qazax rayon sakini 1992-ci il təvəllüdlü Abdullayev Bəxtiyar Nəsiboğlu, Cəbrayıl rayon sakini 1982-ci il təvəllüdlü Salahov Elnur Məhəmmədoğlu, Gədəbəy rayon sakini 1988-ci il təvəllüdlü Qasımov Bəxtiyar Faziloğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Vəziyyətləri nisbi stabil qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. Şabranda da sel suları ciddi fəsadlar törədib. Dəvəçi çaya gələn güclü sel suları Şabran şəhəri ərazisində evlərin həyətinə, zirzəmisinə və kommersiya obyektlərinə dolub. Sel sularının səviyyəsi getdikcə artdığından hazırda çayın sahilində yerləşən 30-a yaxın evdə yaşayan sakinlər təhlükəsiz əraziyə təxliyə olunurlar. Əraziyə Şabran rayon Fövqəladə Hallar Komissiyasının digər əlaqədar qurumların nümayəndələri və texnikalar cəlb olunub. Sel rayonun Xəlifələr kəndində də fəsadlar törədib. Ərazidəki körpünü sel aparıb.